Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Yenə də yüzlərlə, bəlkə minlərlə insanın səbirsizliklə gözlədiyi bu veriliş axır ki efirdədir. Hər birinizin evində, nə bilim ofisində, otağında, ya da elə telefonunda sizə qonaq. Kəmal Əmirsəlovadır qonağımız, daimi qonağımız, həmkarımız deyək, qonaq deyəndə düz gəlməz, elə bizim kanalın elə bir parçasıdır, önəmli bir parçasıdır. Numeroloq kimi tanıyırsınız, başqa bilgilər də var, zaman zaman onu da açacaq. Sizə ötən verilişdə söz verdik ki, bu rəqəmlər üzrə numerologiya elmində, bilgisində insanların məsləyi, peşə seçimi, çünki güc barədə aşağı-yuxarı bunu bilirsiniz, kanalımızda çox gedib, amma rəqəmlər üzrə bu barədə bugün danışacaq. Çox möhtəşəm verilişimiz olacaq. Əvvəlcə salamlaşaq. Kəmala xanım, necəsiz? Salam. Amma o mövzuya girişməzdən əvvəl, ora girməzdən əvvəl izləyicilərimiz də yavaş-yavaş toplaşsın. Deyir, ey nalə-i bülbül, nə giriftarı qəfəssən, sındır qəfəsi tazə gülüstan tələbi ilə. Yəni o qəfəsdə nalə çəkməkdənsə get qır da o qəfəsi. Deməli qıra bilər ki, ona o cür müraciət edir. Bir də Konfutsi deyib, yoxsa hansısa Çin pritsasında oxumuşam ki, deyir qaranlığı lənətləməkdənsə gəlin hərəmizə bir şam yandıraq. Bu doğrudan da bugün dünyaya da aid eləməli, amma Azərbaycana məxsusi aiddir. Hamı gileylənir, hamı qaranlıqdır, zülmətdir, belə olmaz. Bir şam yandır, birini sən yandır, birini o yandırsın. Bax, bunu özünüz anlayırsınız da, fəlsəfəni də gözləbilirsiniz. Elə məsləyiniz də, peşənizin də əsas önəmli bir xəttidir bu. O mövzuya keçməzdən əvvəl istəyərdim, buna aydınlıq gətirəsiniz. Bir pedaqoq kimi də, bir insan kimi, vətəndaş kimi. Nədir bu, nə etmək olar? Belə başlayacağım ki, Səbahi müəllim, özünüz bilirsiniz ki, biz dualita bir dünyada yaşayırıq. Dualita yəni İkilidə, gecə-gündüz, ağ-qara, qaranlıq, zülmət, işıq, bütün bunlar. Çünki biz bura bir ruh olaraq nə etməyə gəlmişik? Təkamül eləməyə gəlmişik və o dediyimiz ki, düşündüyümüz ki, negativ tərəflər var, onlar bizə o qədər lazımdır ki, hava, su kimi, necə ki bizə bu hava lazımdır, Allah bizə o nəfəsi verib, o suyu, torpaq, hər bir şey yaradıb, o həmən negativləri Allah bilib ki, göndərib də bura. Yəni bu biz duraq, tamamilə işıq olan bir dünyada həyat və yaxud da tamamilə maraqdan o tərəfə təkamül olmaz. Elə yerində o necə deyərlər, o su dayananda ki, iylənir ha, deyirlər, belə bir məsəl var. Yəni insanlar qətiyyən və heç bir qramda təkamül olmazdı. Yəni düşünürəm ki, heç bir ay, 2 ay, 3 ay bundan uzağa getməzdi. Amma qaranlıq işığa xidmət eləyir. Bunu bilirik. Yəni İşığın dəyərini verir, bəli. Bəli, işığa xidmət eləyir, işığın üzə çıxmasına kömək eləyir. O qaranlıq yəni olmasa, qaranlığın da qədrini bilməliyik, onu da dəyər verməliyik. O qaranlıq olmasa, vallahi billahi işığın biz qədrini bilmərik. İşıq görünməz, o işığı yaratmaq istəyən insanlar da olmaz. Yəni insan orada artıq nə edir? Qayrət eləyir, hərəkət eləyir. Allah da nə deyib? Səndən hərəkət, məndən bərəkət. Yəni doğrudur, tamamilə doğrudur, amma İnsan oradan da... Bəli, insanlar, amma onu bir bağışlayın sözülə kəsdim. Çoxsu, ən çox da, yəni düzdür, onun içərisində yaşlı nəsildə olur, cavan nəsildə anlamaq istəmirlər. Yəni biraz onlara bir dəfə, 2 dəfə, 3 dəfə deyirsən, başa salırsan, niyə bu negativ gəlir, məni tapır, elə illaha məni tapır, elə məndən başqa adam yoxdur. Bu niyənin cavabı bəzi mütəxəssislərdə də o cümlədən də sizdədir. Baxın, mən o gün taksi ilə gəlim, deməli cavan Göyçəpir oğlandı, yaşda bir maşındır, o manatlıq taksi deyirlər də. Gəlir, görsən ki, bu o qədər bunda o negativ şikayət enerjisi var ki, bəlkə də ali təhsillidir. Bəlkə də Qarabağda ən ağır döyüşlərdən keçib. Görsən ki, sanki bu, heç kim heç o barədə fikirləşmir. Hamı tələsir, işdən yorğun çıxıb evə getmək istəyir. O taksi sürən şəxsiyyəti ilə ilgilənmir də təbii olaraq. Amma bu, sanki onu bir üzə verir ki, mən gör haradayım. Mən bugün manatlıq, bu tıxacda manatlıq taksi eləyəm. Axırı düşəndə ona bir... Sən ona haqq eləyirsən. Hə, mən düşəndə axırı ona bir monoloq dedim. Dedim,
eləmə, o cür düşünmə. Çünki hamımız keçmişik. Biraz da özümü lap belə düzdür, tələbə vaxtı işləmişik çörək dükanında, qarolçu qalmışıq. Amma mən daha çətin işlərdən keçib bu günə gəldiyimizdən danışıram. Deyirəm ki, dövrü bir şeydir. Sən elə şikayətlənəcək, sən bəlkə burada bir təsadüflər, əslində təsadüf yoxdur. Bəlkə burada imkanlar qazanacaqsan, bəlkə düşünməyə vaxtın olacaq. Bax, belə o şikayət enerjisi, giley enerjisi hər yerdə eşidirik də. Bəli. Hər yer, avtobus niyə gəlmədi? Gör bu gileylənəndə nəsə olur? Bu filan şey niyə gəlmədi? Onda deyilən yağış niyə yağdı, şimşək niyə çaxdı, nə bilim, niyə zəlzələ oldu, onu sən şikayət edə bilmirsən ki? Hətta, məsələn, oxumuşların, savadlıların içərisində o qədər heç nədən xəbər olmayan insanlar var ki, heç o bircə dənə söz deyərdim. Peyğəmbərimiz bir dənə söz deyib ki, ya xeyir danış, ya da sus. Ya xeyirxah söz de, ya da Gör sus. nə qədər, bax belə, indi belə baxanda çox sadə bir cümlədir də. Amma onun dərinliyinə varsa... Bunu əməl eləmək də asan deyil hər adama. Amma mümkündür. Yəni, durum ki, bir dəfə, iki dəfə, üç dəfə özünü idarə deməkdə tərbiyə eləyəcəksən. Yox, deyib cahillərlə mübahisə eləməkdənsə, qoy desinlər bu səhvdir də, deyir, sus, uzaqlaş. Yəni, cahil olsa da başa düşməyəcək də. O söhbət əsasında mübahisədən gedir söhbət. Amma sadəcə, məsəl üçün, oturar, yəni, orada bu olmadı, bu belə oldu. Hətta öz həyatı haqqında o qədər şikayət və ədalət haqq axtarırlar. Deyirəm, nə qədər axtaracaqsan, sən elə ədalətsiz və haqsız durumlara düşəcəksən. Ay balam, sus heç olmasa bir ay, elə bil ki, oruç tutanda biz necə ki, yemirik. Sən də söz orucu tut, susmaq şikayət orucu, xristianlıqda olub qədim olur, susmaq orucu. Belə oruc tut, gör bax bir gün, 2 gün, 3 gün sonra yavaş-yavaş vallahi billahi adam öyrəşir. Yox, düşdüm. Mən ümumiyyətlə həmişə çıxışlarda da deyirəm. Gəlirsən evə, yenə gəldik xarabıya. Artıq sən oradan bir bərəkət görə bilmirsən. Bu zibilə qalmış maaşımızı da vermirlər. Zibil olacaq deməli. Sən alanda o zibil olacaq. Səhv demirəm ki. Yox, səhv demirsiniz. Yəni adam artıq enerjiləyirsən də onu. Xarabaya qalmış ev, İraq olsun. Təsəvvür evinə xaraba deyir, sonra deyir burada niyə bərəkət yoxdur, burada niyə rahatlıq yoxdur. Hətta öz bədən üzvlərinə, zəhrimara qalmış ayağım. Nə bilim mən belə şeylər, yəni ən çox bu cavanlarda deyil. Yaşlı nəsildə daha çox. Orta və yaşlı nəsildə daha çox. Orta və yaşlı nəsillərdə, ən çox yaşlı nəsildə. İndi onu mən əlbəttə imkan düşdükcə deyirəm ki, olmaz da, qətiyyən olmaz onu demək. Bax, bizim hər bir orqanımız var ha, bizim bu bədənimizdə olan orqanlar. Bizdən ilgi gözləyir, doğrudan da bizdən bir münasibət gözləyirlər. Sən özünü bir saçlarını, məsəl üçün, bütün gün biri var desin, zəhrimara qalın, buna bax, bu nətər durur, nə bilim mən nə deyir, buz olur, nə bilim mən nə. Amma onu sevsən, bir tumarlasan, bir desən ki, çox qəşəngəm, yaxşıdır. Yəni belə heç olmasa ya bir ayaq, ən çox ayaqlar ümumiyyətlə qadınlarda, qadınların yadıma düşmüşkən onu da deyim, ən çox gözə gəldiyi yer ayaqlarıdır. İndi siz təsəvvür eləyin, düzdür, mən ona qarşı deyiləm, mini yubqaya qarşı deyiləm. Mən lazım gələndə qədər, məsəl üçün mən də geyinirəm, məsələn qızım da geyinir, amma ən nəzər dəyən yer qadınların ayağıdır. Yəni oradan bu, yəni bu da psixosomatikadır da, oradan insanın məsələn, ayaqlarını sevməsən, deməsən ki, elə adam var deyir ki, əşinə çox yebəcək, heç xoşlamıram, mən ayaqlarımı heç, nə bilim, ya da deyir gözümü, ya burnumu sevmirəm. Sevmək lazımdır, xoşu sən bunu verib. Bu Allahın yaratdığını mütləq, mən o kosmetik cərrahiyə getmək istəyənlərə, mən əleyhinəyəm biraz, demirəm qəti. Amma məsələn, çapıq varsa, nə vaxtsa bir ləkə düşübsə, ola bilər yerdə xal var ki, onu eləyə bilər, amma və deyir pisdir. Sən Allah bunu yaradıb, deməli sənin orqanizminə uyğun olaraq burun biraz yekə olmalı. Deməli orada bir Allah səhv eləmir axı. Nəsə bir şey olmalıdır. İndi anadan gəlmə o qüsurlar olur da, bətində o heç, o başqa məsələ. Nəfəs ala bilmirsən, burun çəpərləməli, əməliyyat eləyə bilərsən. Amma adamları görürəm, hətta qulağım balacaladır. Bu mən anlamıram. Qulağı yox, bəzən qulaq qabağa gəlir çox adamlar. Onu demirəm, yox, onu bilirəm. Onu məsəl üçün dala çəkirlər. Mən əksinə deyiləm, yəni qoy bacardığı qədər mümkün olan dərəcədə nəsə bir şeylər eləsinlər ki, bu onların haqqıdır. İndi nə deyim, düz deyil, Allah yaradıb bizi belə. İndi əgər, yəni belə də düşünürəm ki, Allah izin verməsəydi o estetik əməliyyatlar ortalığa çıxmazdı. Deməli, Allahın orada da bir izni var ki, yəni eləyə bilərsən də. Yəni bunu mən aydındır, bəzən o
gənc dindarlar da mübahisə edirəm, arağı da Allah yaradıb. Deyir, yox, o da bir sınaq kimidir də. Əlbəttə. Əgər şeytan varsa, araqda var, narkotikada var, türmədə var, xəstəlikdə var. Bunların hamısı sınaq üçündür. Ona elə bir kəlmə onu demək. Niyə Adəmə deyirlər ki, o meyvəyə dəymə. Bu da onun kimi də var. Amma Allah zərəri yaratmır, sınaq üçün yaradır. Sonra məsəl üçün Allah arağı yaratmayıb və yaxud da içkini yaratmayıb. Allah üzümü yaradıb. Üzümü yaradıb, kimsə ondan bəhməz çəkir, kimsə ondan gedir. Şərbət düzəldir, mürəbbə düzəldir. Üzümü bu belə eləyir. Kimsə də gedir ondan bir araq çəkir, nə bilim mən içki düzəldir ondan. Bax burada yenə hara gəldik, çıxdıq seçim. Allah verib üzümü, Allah verib bir meyvəni, Allah verib bir şey, Allah gedib orada sənin üçün bir içki verməyib və yaxud da ki, deməyib get bundan mürəbbə bişir. Elə bir şeylər verib ki, o, yəni ondan sən bunu da eləyə bilərsən, bunu da eləyə bilərsən. Sınaq dərsində mən bir dəfə daşlarla bağlı bir veriliş var idi. Heykəltaraş da var idi. Amma bu daşdır, kvadrat böyük kub kimi daşdır. Bu artıq bizim seçimimizdir. O daşdan oyub mələk də düzəldə bilərik, iblis də. Gül buketi də düzəldə bilərik avtomatda, nə bilim bomba da. O siz onu tam belə 9-luğa vurdunuz. O doğrudan da insanın özünün seçimindədir. Deməli bu hələ bu meyvəyə, daşa münasibət belədir. İnsanlara münasibətdə də elədir. Bəzən kimsə deyir, filan kəsdən zəhləm gedir. Deyirəm nəsə eləyib, deyir yox. Deyirəm mən, yəni belə də enerjim tutmur. Yox, enerji də demək, nəsə ondan gözüm su içmir, filan eləmir. O enerji tutmamaq əslində quşum qonmadı, nəsə ürəyimə yatmadı. Halbuki heç danışmayıb. Bu dalğanı tutur, amma dalğanı müsbətə çevirmək. Bəzən mənim dostlarım deyir ki, sən elə yaxşı, elə belə əndirabədi əhatən qurğun var ki, içində deyir, türmədə yatıb çıxan da var. Xalq artisti də var, siyasətçi də var, deputat da var. Akademik də var. Hə, nə bilim, avara da var, işsiz də var, qumarbaz da var, nə bilim, motosikletlə yemək daşıyan da var. Bunların hamısını bir araya niyə gətirdim? Çünki onların o nəbzinə uyğun, enerjisinə uyğun davranmağa çalışıram. Demirəm, tam bacarıram. Ona görə cəzb eləyən nəsə var. İndi eləsi var, doğrudan da məni itələyir. Amma o itələyən yeri təmizləyib aranı açıram. Belə şeylər bu numerologiyada eləmək olurmu? Əlbəttə, numerologiyada hər şey mümkündür. Numerologiyada sadəcə, məsəl üçün, onu bilən eləyir də. Ona görə mən deyirəm ki, analara lazımdır ki, heç olmasa səthi də olsa, belə o tam da numeroloq olmaq anlamında yox. Heç olmasa özləri üçün, öz ailəsi üçün öyrənsin ki, bir adamın məsəl üçün bircə dənə doğum günün ya doğum tarixini bilməklə insan haqqında nə qədər şeylər bilmək olar. Bəli, burada da müraciət edirəm. Bəzi sinif qadınlar var ki, uşaqların valideynlər qrupu olur. Orada bircə nəfər müraciət eləsin uşağı ilə bağlı, bax məsləhətləşin. Gəlsin Kəmala xanımla danışsın. Mən onun şahidi də oldum 2 dəfə. Nə qədər o uşaq, valideyn münasibəti nə qədər dəyişir. Uşaqlar xilas olur. Ona görə hər zaman onu qabardırıq ki, hər bir ana uşağının numeroloji analizini bilməlidir. İndi keçək mətləbə, rəqəmlər və peşə seçimi. Rəqəmlər də həmişə deyirəm, tutaq ki, yanvarın 1-i 2000-ci ildə anadan olub, asan hesablamadır deyə deyirəm. Yanvarın 1-i 2000-ci ildə anadan olubsa, 1-ci ayın 1-i, 1 üstəgəl 1, üstəgəl 2 sıfırlar saymayaq, 2. Rəqəm eləyir 4, yəni bu adamın rəqəmi 4-dür. İndi biri 16-sı, nə bilim, 3-cü ay 86-cı ildirsə, o rəqəmləri hesablayırsınız. Axırda tutaq 22 alınırsa, 23 alınırsa, onun arasına plus qoyub bir rəqəm qalana qədər hesablayırsınız. Bu bizim yaşam yolumuzdur. Amma məsləyi biz başqa cür edirik. Məsləyi necə? Onu da deyin. Siz indi dediyiniz yaşam yoluydu, missiyasıydı. Sonra keçən dəfə biz danışdığımız əvvəlki verilişdə bizim doğum günümüz idi. Bu isə ilimizi hesablayacaq. Ancaq ili. Məsələn, 1990. 19, o da hamısının arasına plus qoyub hesablayacağıq. Bu da 10, o da 9, 19 eləyir, o da sonda 1 ilə 9. Hansı rəqəmin üstünə 9 gəlsin, yenə həmən rəqəm eləyir. O riyaziyyatda o şeylər var. 5-in üstünə 9 gəl nə eləyəcək? 14, o da 5-dir. Ondan sonra 3-ün üstünə 9, o da yenə 12, o da yenə 3-dür. Burada da bax 1999 bir rəqəmi eləyir. Yəni bu artıq bizim peşəmiz bu adamın
Yəni peşə seçimi bir rəqəmindəndir və biz ona oradan da tövsiyələr veririk. Köməkçi vasitə. Tutaq ki 1955. 2 dənə 5 orada, 1 ilə 9-a bu eləyir 20. 20 də 0-ı silirik 2 qalır. Tutaq ki neçə deyim 1900 yox təzələr də deyək. Tutaq ki 2005-ci il o da eləyir 7. 2 ilə 5 o sıfırlar itir orada. Yəni anladınız yəqin ki necə. İndi o istiqamətdə bundan başqa da düzdür. Biz başqa şeylərə də baxırıq. Məsəl üçün adamın doğum gününə də baxılır. O da var. Bir də missiyası. O bayaq siz dediniz ha ki, o uzun bütün tarixi toplayırıq. Oradan da məsləhlər var. Bəli, o da təsir eləyir. Çünki mən elə görmüşəm. Çünki o missiyadır da, sənin görməli olduğun işlərdir. Amma baxırsan ki, yəni üst-üstə düşür. Əslində astrologiyada bürclər və illər kimi. Bürclər gündəlik davranışlardır. İl amma böyük işlərdir. Tutaq ki, işə düzəlmək ildən gəlir, amma gündəlik işdə gördüyün iş bürcdən gəlir. Bax, belə bir şey. Ona görə mən bunları açıram ki, indi məsələn, kimdəsə düz çıxmayanda, yəni o bilməz ki, bu illaha ki, yəni bu budur da. Yox, aydındır, mütləq. Amma məsəl üçün bir rəqəmi çıxanda mən zaten bilirəm ki, artıq bu adam kimsənin əli altında işləməyə qadir deyil. Yəni bu adam gedib özü qurur. Qurmur çox vaxt işləyir, amma mən ona deyirəm ki, mümkündürsə öz işini qur, başladıq da artıq birdən danışaq. Yəni bu əgər bir çıxarsa orada, deməli birinci növbədə ona fikir verirəm ki, deyirəm ki, maraqlanıram, görürəm ki, elə bir işlədir ki, heç olmasa öz işi də olmasa, buna dəyib dolaşan yoxdur da. Biri var ki, dəqiqə başı bu rəhbərliklə əlaqədə ola, yəni ona bir cavab verə, ona bir məsələn xidmət sahəsi kimi. Buradan məsəl üçün kimsə bax, yəni parikmaxır işləyir, özü özünə işləyir də, özü öz işidir. Yəni fərdi işdir də. Başının üstündə duran, çasna deyirlər də, başının üstündə duran yoxdur. Bunlarda əslində əgər bir çıxarsa, bu birlər çox gözəl alış-satış bacarırlar. Alıb satma, bazarlama. Bazarı bilirlər. Bazarlama deyirlər ona. Sonra moda, tasarım o şeyləri məsəl üçün düzdür, ondan həm altı da məşğul olur. Amma bunlar bax bir rəqəmləri, bir də hansı işdə olursa olsun baş çıxarda bilirlər. Bir rəqəmidir, yəni yaradıcıdır. Tək başının üstündə adam olmasın. Zaten onlar bilmədiyi sahəyə də girmirlər axı. Bilir ki, hansısa bir sahəyə lider olası sahələr. Bax, onlar elə bir sahə seçirlər ki, onun başının üstündə kimsə mənə gəlib ona deməsin ki, bunu sən belə elədin, niyə belə eləmədin? Siz demiş, elə baxırlar, seçirlər, götür qoy eləyirlər. İndi ki, yəni bunu mənə göstəriş verən olmasın. Özümə ağa olum. Bax, birlər budur. Sonra 2. 2 rəqəmi. Yəni peşə konkret demək olmur da. Yox, konkret peşə demək olar. Məsəl üçün o yaşam yolu ilə bir onu konkretləşdir. Fərdi gərəksə müraciət edir. Çünki ümumi deməkdən başqa əlac yoxdur. 2 necədir? 2 bax burada məsələn elə peşələr var ki, məsələn 7-də mən dəqiq deyə bilirəm. Orada bir neçə peşə yaşam yolu ilə də çıxanda orada filosofluğa qədər gedib çıxa bilir. Amma məsələn 2 rəqəmi orada da biz onu da yenə ümumi götürürük. Ana bilinci də ümumiyyətlə 2-dən deyəndə ana bilincindən gedir söhbət. Ən gözəl aşbazlar, ən gözəl yemək, içmək, bu tort falan bu işlər bunlardan. Ən gözəl diplomatlar 2-də də o arabulucular. Ən gözəl məsəl üçün kafe, restoran işlədənlər yedirsin, içirsin 2 rəqəmi odur. Qayğısına qalsın, yedirsin, içirsin. Hətta ana xətti, yan xəttində məsəl üçün 2 çıxanda neçə dəfə maraqlanmışam, görmüşəm elə deyirəm ki, arzusu, niyyəti odur ki, qəşəng bir kafe açsın. Deyirəm, çoxdankı arzumdur və bu yaxınlarda eləmək istəyirəm. Məsələn, orada göstərir ki, bunu eləsə, bunu eləyə biləcək tutaq ki. Bu belə bizim 2 rəqəmi budur. Ən çox 2 rəqəmləri mən bayaq deyirəm, biz keçmiş verilişimizdə, keçən verilişimizdə dediyimiz kimi orada da toxunmuşduq. Biz 2 rəqəmindən danışdıq biraz. 2 rəqəmi lider olmağa can atmaz. Deyim ki, mən lider olum, orada bir rəhbər mövqe tutum, ona göstəriş verim. O birdir, birin o şeylərdir. 2-də o yoxdur. 2 ən çox xidmət eləmək istəyər. Sevdiyi işlə məşğul olmaq da, tabi olmaqdan da çox olarmı? Zaten o işlərdə olurlar, xidmət eləyirlər. Yəni düzdür, yəni
başqa işlərdə də olarlar. Onlarınki odur ki, məsəl üçün o deyirlər, yəni qulaq asır ki, görün mənə nə tapşırıq verəcəklər, nə iş tapşıracaqlar. Bu biraz qız bürcünü xatırladır. Biraz. Hə. 3. Sonra mən orada bürcülərə də baxıram, analiz eləyəndə görürəm elə düppədüz çıxır. Həmin o rəqəmdən gəlir, o bürcü də düz çıxır. Əslində elə psixologiyada olan 4 insan psixotipində də baxsan görürsən ki, eyni ilə hava ünsürü, torpaq ünsürü, su, od, baxsan ki, doğrudan da ünsürlər orada əslində odur, sadəcə astrologiyanın adı çəkilmir. Adicə hansısa bir fəsil başlayanda günəşin, tutaq ki, günəş tərəzi bürcünə daxil olan kimi payız başlayır. O günəşin daxil olduğu dəqiqəni deyirlər, amma demirlər tərəzi bürcünə. Əsaslandırmırlar. Astrofiziklər deyir ki, saat filanda tutaq ki, yaz gecə gündüz bərabərliyi başladı, yaz fəsli gəldi. Yaxud da iyulun 22-si, hamısı bürcə, oğlağa daxil olanda qış gəlir. Həmişə bunu deyirəm. İndi sentyabrın 22-si payızdır, amma tərəzi bürcünə daxil olmağı heç vaxt demirlər. Çünki bürc istəmirlər, insanlar meyil eləsin. Biraz o materialist dünya görüşdüdür. Amma 3 necədir? 3 rəqəmi, 3 necə ki, ümumiyyətlə rəqəmlərin mənası heç vaxt dəyişmir. Yəni biz 3-ü necə tanıtmışdıq da ki, sosiallaşma, ondan sonra ego, biraz danışmaq, özünü ifadə eləmək, danışmaqdan çox özünü ifadəni işində göstərmək, işi ilə, qəbiliyyətləri ilə, bacarığı ilə. 3-lər burada məsləkdə, onlar danışdıqları işdən yəni pul qazanarlar yaxşı. Necə, məsəl üçün, müəllimlər var orada, bax, danışır, oradan pulunu qazanır. Özünü ifadə eləməkdən, ən çox uşaqlarla iş, heyvanlarla iş, məsələn, veterinar ola bilir gözəl onlardan, bağça müəlliməsi, ondan sonra məktəbdə müəllimə işləyən pedaqoq, bunlar 3 rəqəmləri ilə sonra onlardan çox gözəl aktyorlar, aktrisalar, sonra məsəl üçün teatrçılar, yəni o teatrda işləyən, kinoda, məsələn mən bunu məncə demişəm, Amerikada bir qayda olaraq Hollywoodda onu, bəli, o 3 rəqəmini götürürlər ki, hətta o yaşam yolu 3. Rejissor daha çox çıxır deyirlər. 3 onlar, bəli, həm də təşkilatçıdırlar, təşkilatçı, çox gözəl təşkilatçı olurlar. O 3 rəqəmini artıq onlar sorğu-sual eləmirlər, bütün o işləri götürürlər, sonra onların içindən seçirlər, bəli. 3-ün də qardaşı biraz 5-dir. O indi 5-ə çatanda deyəcəm onu. 3-lər bunlar. Yəni ən peşəni desəm veterinar, ondan sonra müəllim, bağça müəlliməsi, pedaqoq, tərbiyəçi, bu aktyor, aktrisa, ondan sonra yəni o danışıq müğənni ola bilər. Diktor da yəni ki, ora aiddir. Diktor ən çox 5-ə aiddir. Natiklikdir də o da. Boğaz çakrası. Yenə deyirəm də, qardaş rəqəmlərdir 3-lə 5. Ən çox 3 çox vaxt öz işini göstərir. Yəni danışmaqdan da çox işini göstərər. 4 rəqəmi, 4 sabit rəqəmdir. Öz bilirsiniz bunu şeydən də, məsələn, torpaq ünsürüdür də. 4-lər daha sabit işlərdə, məsələn, məmur oturduğu yerdə, məsəl üçün o imza atanlar, ondan sonra, yəni o masabaşı deyirlər o Türkiyədə. Belə oturaq işlərdə işləyən, bir də torpaq alqı-satqısı, məsəl üçün planlama, tikinti zat falan. Tikinti, bəli, planlama, şəhər planlama, məsəl üçün, hətta belə bir şey var. Hətta belə bir var, yoga müəlliməsi. Var idi, bir dəfə analiz edirdim, o yoga müəlliməsini deməmişdim ki, deyirəm sabit işlərdir ki, Kəmal xanım yoga müəlliməsi işləyirəm. Deyirəm ki, bu qədərmi düzgün olar bunun numerologiyanı adam, yəni müəttəlçilikdir. Yəni sübut ortaya çıxdıqca, nəticə göründükcə adam görsən ki, burada bir qanun uyğunluq var da. Əlbəttə ki, var. Mən də əvvəllər bir 20 il, 30 il qabaq çox təəccübləndirdim, amma gördüm yox, elə beləymiş də. Biz təəccübləndik sadəcə tam bilmədiyimizə görə. Bəli, yox, yəni doğrudan da öncələr mən rəqəmlərin bu qədər doğru düzgün işlədiyini heç ağlıma belə gətirməzdim. Deyirdim ki, hə də bunun mənası budur, bunun mənası, amma insanın həyatına bu dərəcədə təsir eləmək, yəni ruh bizi aparır da. Deməli, bizi ruh o yolla aparır ki, get, sənin rəqəmin budur. Yəni 5 rəqəminə keçək. 5-də boğaz çakrası olduğu üçün, yəni
Bunlar danışmaq, ən çox danışmaq. Bunlardan yaxşı, qəşəng korrespondentlər, jurnalistlər, sonra diktor, siz bayaq dediniz, özünü gözəl ifadə edər. Onların gözəl səsi olar, ya amiranə, ya həzin, ya belə. Beşlər, yəni dedim, qəzetdə işləyən, qəzet işçiləri, ondan sonra bir də beşlərin bütün bu şeylərdən başqa, bu indi bu göz önündə olanlardır. Bundan başqa onlarda da gözəl alış-satış bacararlar. Yəni öz zehinlərini, öz biliklərini çox gözəl satmağı bacararlar. Yəni eğitim verərlər, yəni şey verərlər, dərs verərlər, oradan qəşəng pul qazanarlar. Bir də onlayn işlər ki, məsəl üçün xariclə danışmaq, onların öz pulunu, parasını qazanmaq. Məsafədən işlə. Bəli, məsafədə 5 çünki məsafə deməkdir, transformasiya deməkdir, bir yerdən yer dəyişməsi deməkdir. 6-ya gələndə 6 artıq qeyd etdiyimiz kimi gözəllik deməkdir, eşq, sevgi, ondan sonra romantika, hər bir bütün o gözəlliklər onun içərisində var. Ona görə də 6 nə iş görsə, deməli 6 nəyi seçir? Ən gözdə görünən, gözlə görünən, yəni ki, gözdə olsun, ilk baxan kimi görünsün bu şey, yəni dekorativ olsun. Belə işlərdə və lazım, çox xeyirli, faydalı bir işlərdən yapışar və onu marka dərəcəsinə çatdırar. Marka, yəni elə eləyər ki, ondan ikincisi olmaz da, yəni bu qabiliyyətlər var onlarda. Gözəlliklə məşğul olanlar olur, yenə orada da müəllimlər olur, ondan sonra dekorativ işlər. Məsəl üçün, bir də görürsən kimsə özünün bir butikini yaradıb, özünün bir, məsəl üçün... Yəni ki, geyim, gəlin paltarca duraq. Geyimdən başqa, məsəl üçün, aksesuarlar, məsələn, bəzək əşyaları, bax belə, özünə məxsus bir tutaq marka yaradır. Bax, bu işlər 6-lara, dekorativ işlər də ora aiddir. Düzdür, 3-də də var dekorativ işlər, 6-da da. Çünki 3 də 6-ın qardaşıdır. Necə? Ondan da qardaşlıq edir. 7 çox yəni düşünən araşdırmaçı olduğu üçün, zihin fəaliyyəti çox güclü olduğu üçün onların içərisindən kimlər çıxmır ki, IT uzmanından tutmuş, deməli filosofdan tutmuş, o əlbəttə ki, müəllim də ola bilər. Orada yəni araşdırmaçılar olur, advokatlar olur, sonra müstəntiq, kim ki araşdırma işi ən çox. Xəfiyyə, agent, xüsusi xidmət orqanı. O da ola bilər. Hərbiçi də bəlkə də ora aiddir, onun kəşfiyyatı var. Hərbiçi 9-a aiddir, 9. Kəşfiyyat da var, ona görə deyirəm. Bu kəşfiyyat da araşdırmalıdır da. İndi məsələn, hardan gedim, necə gedim, nə cürə, onun kökündə araşdırma durur. Nəyin kökündə araşdırma durursa 7 oradadır. Aydın. Lazımlı adamdır onun. Hətta astronomiya, yəni astrolog yox, astronomiya, o psixoloq, heç mən onlar yadımdan çıxır. Psixoloq, psixoterapevt, yəni orada çox şahəlidir, yəni araşdırmacıdır da bunlardır. Numeroloq da ola bilər, yəni məndə 9-dur. 9 hələ qoy 8-i deyil, sonra 8-də dəqiq bir, məsəl üçün, peşə yoxdur. 8-in gözü ancaq yuxarıda. Məndə də 8-dir. 8-də bölünüb neçə yerə. Onların əslində hamısını özü ilə aparmaq istəyirəm, amma gərək birini aparaq ki, axıra qədər aparaq. Hər şeydən əvvəl onların əslində biz onlara məsləhət görürük ki, sən məsələn istəyir yuxarıdan yapışmaq, ürəkləmir. Deyir ki, əşi yox, yəni ən yüksək səviyyədə işlərdən də, məsəl üçün idarəçi 8-inki odur ki, idarə eləsin. O işlərdən yapışmaq istəyir, ürək eləməyəndə, məsələn, mən deyirəm ki, ürək elə buna. Yəni riskdən qorxur da, yenilikdən və riskdən qorxur. Belə demək olar mı? Yenilikdən qorxan deyil 8-də, 8 istər. 8 gedər, getdiyi yerdə, istəyər ki, orada idarəçi olsun. Məsələn, adicə bir işçi düzəldi, onun gözü o müdürün yerindədir ki, mən ora necə gedim? Məsəl üçün, yuxarıya necə çıxım? Yaxşı şeydir, bu məsələn, negativ deyil əslində. Onu da bacarırlarsa, məsələn, bir mərtəbə heç olmasa gedirsə, o mərtəbələrin sayı çoxalır. Ona görə 8-lərin, məsəl üçün, idarəçilik, bankaçılıq, bank işçiləri, pul para da axı. Sonra bir cəmiyyətlərin, hansısa cəmiyyətlərin böyüyü, idarə eləyəni. Anladım, mərkəz falan. Siyasətçilər çıxır.
Bu da gözümüz siyasətçilər ən çox heç o yadıma düşmür. 8-lərin içərisində bəli, siyasətçilər, bankda işləyənlər, bankaçılar, yəni oranın müdürü, yəni tək elə orada işləyən yox. İdarəçilər. Prezident də 8-dir. Elədirmi? 1961. İdarəçidir. Ha. Ha. O Doğru. da Ha, 8. doğru. Sonra gəldik 9-a. 9-a. 9 ümumiyyətlə 9 deyəndə ən birinci yadımıza düşən şəfadır. Şəfa vericidir 9 rəqəmdir. Son dayanacaqda yəqin ona görə. Ümumiyyətlə 9 şəfadır. Humanist, humanizm, yardımsevər 9-ların müsbət keyfiyyətləri çoxdur. Çünki son duraq dediyiniz kimi orada onun içində bütün rəqəmlər var. Burada 3-də Bu balıqlar gücünə deyirlər, bütün müştəridən xüsusiyyətlər götürüb sonuncudur deyə. Hə. İndi 8 də yəqin 10 kimidir. 9. 9, hə, 9 10. 9 həm də üst bilinci olduğuna görə onlarda, yəni bax belə onların içərisinə ən çox döyüşçülər çıxır, hərbiçilər çıxır. Mən neçəsinə şahid olmuşam. Yəni bu əlbəttə yaşam yolundan da olur, bu hesabladığımız məsləkdən də olur. Bu məsləkdən olanda ən çox şəfaçılar çıxır. Məsələn, mən də 9-am. Yəni düşünürəm ki, yəni müəllim də əslində şəfa verir. Çoxlu müəllimlər var orada, 9-dan olan müəllimlər var. Onlar da şəfa verməklə məşğuldurlar. Sonra həkimlərdir. Ondan sonra alternativ tipdir. Bütün o tip sahəsində işləyən bütün ora aiddir. Ondan sonra müəllimlər ora aiddir. Alternativ tip olsun. Sonra ümumiyyətlə nə işlə məşğuldur, o şəfa verirsə orada, deməli bu 9 bu işlərlə məşğuldur. Yenə onu da dedim ki, yəni kişi xeylaxlarının çoxusu 9 olanlar döyüşçü, hərbiçidir. Yəni o peşəni seçirlər. Çox maraqlı. Siz danışırsınız, bütün verilişlərdə. Siz hesablayırsınız, hə? Yox, insan istər-istəməz gözünün önünə gətirir. Deməli, məndən kiçik olanları daha çox yaddaşımda təkrarlayıram, bərpa eləyirəm. Bürcə görə Bürcünü yadıma salıram. Sonra o bayaq dediniz tali rəqəmini yada salıram. Bir də indi verdiyini izaha görəm. Tutaq ki, Bürcündə bundan tələb olunan, o koduna görə tələb olunan və siz dediyiniz hamısı var bu adamda. Bəli. Görsən ki, eyni vaxtda deyir, gah deyir prokuror olacağım, görsən bunda var. Gah deyir, mən tutaq ki, istəyirəm araşdırmaçı yazarı olum, gah mən filan şey olmaq. Görsən, üçü də bunda olur. Elə vaxt olur, hətta üçün eyni vaxtda start verib hərəkətə gətirir. Sonunda birini seçir. O qədər. Birini seçir, gəlir. Bu, yəni çox üst-üstə düşür. Ona görə də insana deməli bu şeylər öncədən lazım olanda. Niyə deyirlər ki, o vaxt cahillik dövrü olub. Kralların, şahların yanında belə hesablayan astroloqlar, münəccimlər, rəqəmşünaslar, ona ayrı şey deyiblər, rəqəmşünaslara. Nücum elmi. Nücumun içinə yığırdılar da hamısını. Orada hətta sınıqçı, ölçümü salana da münəccim deyirdilər, fala baxana da, rəml atana da, hamısını yığmışlar bir depoya, adını qoymuşlar münəccim. Ona görə bugün ittiham eləyəndə, münəccim deyəndə tarixi faktlar qoyurlar adam qabana. İndi gəl buna izah elə ki, get biraz da tarixi oxu, gör münəccim kimə deyiblər, hamıya deyiblər. Deməli, onlar savadlı olub ki, uşaq doğulan kimi bir kralın, həmişə deyirəm, tutaq ki, bir şahın 20-dən 30 dənə kənizlərdən uşağı olur. Görsən ki, bəlkə də 5-ci, 6-cı Hürrəm Sultan kimi uşağı deyirlər ki, sən davamçın bu ola bilər. Bunda var o kodlar. Öz oğlu doğma birinci arvaddan olan ilk övladını deyir, bu sənə xəyanət eləyə bilər, uzaqlaşdır. Hətta bəzən öldürürlər. Deyir, bu yaxşı sərkərdədir, amma bundan dövlət başçısı ola bilməz. Belə seçirdilər. İndi görsən ki, texnologiya nə qədər inkişaf edəcək də insanların ibtidai şuuruna qayıdış var. Görürsünüz, ən müasir, hətta yad planetlərlə bağlı film çəkilsə belə, deyir ki, gedin, Misirdə bir kənd var, bunun sirri oradadır, yoxsa bu göydən şeylər gələcək. Gətirir ki, yəni keçmişə get. Elə 5-ci element filmində də var, nə bilim, o piramidalardan olan filmlərdə də var ki, göylərdə nə baş versə də kökünü o qədim bilgilərdə hamısını yazıb qoyublar da. İndi sadəcə bu itib bir arada, indi yavaş-yavaş dünya o şuurun, texnologiya ilə bərabər şuurun inkişafında bax belə bilgilərdən istifadə edirlər. Yəni çox dəyərlidir. Doğrudan da bayaq dedikcə,
yadıma salıram, düşünürəm, görürəm ki, Hələ mən çox səthi danışıram. Təbii ki, indi burada tam dərin danışma olmaz əziz izləyicilər. Nömrə onsuz da gedir. Hər dəfə təkrarlamayın bəzi kanallar kimi deyir, abunə olun, bəyənin. Mən onu nadir hallarda deyirəm. Yəni onu özünüz bilirsiniz. Nömrə də var, zəng eləyib burada. İndi bu ümumi danışıq. Necə ki, bu işdən ümumi danışırıq. Bir də var xüsusi xilas olur. İndiyə qədər açıq mən şikayət eşitməmişim. Şikayət eşidəndə mən onu dərhal dilə gətirəm. Hamı razılıq edir. Belə şeydə adama rahatçılıq verir. Yaxşı işin içində olan kimin ciyər ki? İçimiz rahatdır. Məslək seçimi uşaqlar üçün, uşaqların analizində çox vacibdir. Orada əlbəttə ki, mən tək buna baxmıram da, o hesablamıram. Orada yaşam yolu başqa bir yerdən də hesablayırıq. Uşağı məsəl üçün görürəm, deyirəm ki, bax bu uşaq həkim belə bir ki, oturub da bu həkimdir bu. Yəni %100 anası deyir ki, yox, mən istəmirəm. Yoldaşım da həkimdir, qaynatam da həkimdir. Bu da həkim olsun istəmirəm. Deyirəm ki, elə bir ki, ev bəzəyirsən sən. Bundan var, bundan da alım qoyum, ya nə bilim mən nəsə. Bu deyil ki, bu uşaq özünü həkimlikdə çox gözəl göstərəcək, çox gözəl inkişaf eləyəcək. Qoy getsin özə deyir ki, yox, yəni ay belə elə. Yəni mən o şeyi yönəldirəm. Amma elə adam var ki, deyir ki, bilmir də, deyir ki, mən neyniyim bu? O ana, həmən o deyən ana, özü də görür ki, o uşaq bu dəqiqə, yəni elə bir ki, həkimdir də, durub orada. Onun çakraları, onun nə bilim mən rəqəmləri hamısı bunu deyir. Yəni sadəcə belə insanlar da olur. Amma elə adam var ki, məsəl üçün, 2 uşağının birdən-birə elə ikisini də istəyirəm ki, biri 10 yaşındadır, biri 12 yaşında. Bunların gələcəyinə nə hara yönəldim, necə eləyim? Son sual verəcəydim, bayaq dedim, o doğum kralların, şahların, təzə doğulmuş uşaqlar, yaxud da o gələcəyini necə təyin eləmək, eləsi var, məsələn, tutaq ki də xəritədə çıxır ki, sudan ehtiyatlı olmalı. Deməli, bunu tək başına, taytuşla dənizə göndərmək olmaz. Ay, var. Yaxud da, nə bilim, bu isti suyu, hətta çayı özü süzməsin. Hər an adam var da ancaq çay süzəndə əlini yandırır. Başqa odun alovun içindən keçir, heç olmur. Deməli, çay süzmək karma yetişməyib, dəyişməlisən. Yəni, belə analar olarsa, çətinlik çəkən, elə hamısına hiperaktiv deyib yapışdırıblar. Mən nəyə görə deyirəm ki, analara lazımdır? Mən burada hər şeyi açıqlaya bilmirəm. Məsələn, elə müəyyən çakralar var ki, o çakra boşdursa uşaqda, o uşağa heç dayiyə də vermək olmaz. Kiməsə tapşırmaq, müəyyən bir yaşa qədər uşağın üstündə gözün olmalıdır. O uşaqlar, deyəcəm daha, tacizə, təcavüzə açıq uşaqlardır. Onu sən dayənə də, lap mən demirəm ki, dayə nəsə eləyəcək ona. Dayə yaxşı baxa bilməz, uşaq gözdən itər, yəni nəsə, hər şey ola bilər. O orada görünür, o belə uşaq, o elə suya da aid olan var. Məsələn, dənizdən qorxan, bütün o nəsrdən, kökdən bilinc altında o açıq dənizdən qorxu gətirən. O da var, çakra ilə göstərir onu. İndi mən dəqiq deyə bilmirəm, çünki bilirəm ki, hücum olacaq ki, Kəmal xan, məndə də açıqdır, görürsən o məndə belədir, elədir. Yox, fərdi qayda deyiləsə, ona görə bəzən bəzi bilgiləri, mən həmişə deyirəm, mən astrologiyada bildiyimin heç 20%-ni paylaşa bilmirəm. Çünki əsas şeylər qalır, bu akultikdir, kütləvi şəkildə demək olmur. Adi bir şey deyirsən ki, bugün falan bircə pul gələcək, hamısı elə bilir ki, elə dərhal ona gəlməlidir. Oturub evdə deyir mənə, pul gəlmədi axı. Yaxud da nə bilim tamam pul olmayan bir müstəvidədir deyir gəlmədi. Biraz bu olmur. Ona görə ən yaxşısı fərdidir. Deyirəm indi ümumi dediyimiz mən həmişə etiraf edirəm. Mən deyirəm bu proqnozlar 30%-dən artıq reallaşa bilməz. Bu ümumiləşdirilmişdir. Amma doğum xəritənin saatına qədər, qan qrupuna qədər mənə ver, 99% düz çıxmasa, qeyri-adi şey demirik də. Yəni hesablanmaya mümkün olan, hesablanması mümkün olan şeylər deyim 99% çıxmasa, gəlmə deyirsən də. Yəni fərdi şeylərdə də var. İnanın ki, bu bizdə belə şübhə ilə baxırlar. Mən məsələn Avropa ölkələrində, Amerikada bu çox belə adi görünən bir şeydir. Yəni orada heç kim belə təəccüblə baxmır ki, görəsən bunun içində nə var, görəsən bunun məqsədi nədir, görəsən bu. Amma yəni artıq özünə bir dənə analiz elətdirən, məndə artıq bu olubdur. Məsələn, sonra üstündən bir həftə keçmiş yoldaşı üçün, övladları üçün istəyən insanlar var. Görür ki, bir şey deyim, bir dəfə də hətta çıxışımda dedim. Sumqayıtdan bir rus qız gəlmişdi. Mən belə heyran oldum ki, bizdə niyə belə bilən çox deyildi. Gəlir deyir,
xəritəsini bilir, hər şeyi bilir. Deyir, məndə tutaq ki, Saturn burada 3-cü evimdədir, mənzildə. Bu da mən filan işimə mane olur da. Bu çıxış yolu da özü xəritəni hazırlayıb gətirən adama ləzzət edir. Çünki bir həftəyə onun adam hazırlayır da. Dedim, bəs qabaqda Yupiter var da. Yupiter bu neqativin qarşısını alır. Bir də müharibədən bir 4 ay filan qabaq, 3 ay, 4 ay qabaq Kiyevdə idim. Orada göllər çoxdur, Dnepr çayının. Orada bir reportaj çəkirdim. Bu vaxt 2 qız 2 oğlan keçirdi oradan, cavan uşaqlar da. Nəsə orada söhbət elədik. Bu gördülər ki, danışıram öz dilimizdə. Gölü çəkə-çəkə ördəkləri danışıram. Dedi ki, bəs siz reportaj çəkirsiniz, blogersiniz. Dedim, yox, astroloqam, amma belə də özüm üçün. Başladılar danışmağa. Bizdəki kimi demir. Mənim bir cümlə gözlür demir. Qız orada biri var, öz atası da orada redaktordur hansısa qəzetin. Dedi, məndə deyir, pozisiya yaxşıdır, tutaq ki, Uran filan şeydədir, bir dənə o negativdir, o da 2 aya çıxacaq, 8 il kef eləyəcəm də, belə-belə filan. Heç demək olur ki, sual vermədilər. Mən də təsdiqlədim, biraz izah edim, rus dilinə öyrəşə bilməmişdim. Çətinliklə sözlər yadıma düşdükcə, xüsusən də bu terminoloji. İnsanlar elə biləndə adama ləzzət edir. Adamı baxırsan, görsən, bu deyir, mən burada bu Saturn məndə bu şeyə, tutaq ki, maliyyəmə əl-qol açmağa imkan vermir. Bəs mən nə edə bilərəm? Baxırsan digər şeylərə, deyirsən ki, yox. Onda işini dəyişsən bəlkə gələr, yaxud da filan şey eləsən gələr. Sizdə də mən daha çox sizin o canlı, mən özüm də canlı baxıram da, görürəm, söhbət edir, ya telefonla bayaqdan, məsələn, verişdən öncə zənglər gəlirdi, danışırdı. Qıraqdan müşahidə edirəm, görürəm ki, ayıldır. Xanım, o qulaq astınız siz də dediyinə də 2 həftə idi cəmsi analiz eləmişim. 2-ci həftə artıq nə qədər məncə onları saxlayın əslində. Onları saxlayın arxivdə. Düz deyim, getdikcə artacaq, bəzən heç ehtiyac yoxdur. Amma bir də görürəm də, xüsusən də o yaşlaşmış adamlar da deyir, o vaxt mənim haqqımda belə demişdim. Gərək onu saxlayardım. Bəzən çünki elə moment gəlir, insan sübut eləməyə bir əsas olur. Məndən soruşanda deyirəm, var da, YouTube'da da var, kitablarımda da var. Amma gənc nəsildir. Mənim kitabım çıxanda heç anadan olmuyor. Deyir, hardan tapım? Deməli, onları saxlamaq lazımdır ki, zaman-zaman onlara göstərmək. Bir dəftərə yazıb, ya adamlar, bizim Rafiq Cərullayev, məsələn, müalicəsi tam ölüm diaqnozu qoyulanlar, kim sağaldırsa, hamısını çəkir, qəşəng. Saxlayır, deyir, belə oldu, getdim, həkimlərin adına qədər deyir, getdim, mən deyir ki, sən artıq get vidalaş filan. Rafiq müəllim bunu elədi, onu elədi, bunu elədi, hamısını da saxlayır. Bu da oradan da lazımdır. Sabah ortada nəticə olmasını göstərmək üçün. Yekunlaşdıraq, çox keçdi. Hətta 45 dəqiqədən çox keçib. Ona görə istəyərdim yekunlaşdıraq. Elə yaxşıdır. Qoy biraz bizdə həsrətdə qalaq, tamaşaçılar da qalaq. Gələn verilişimizdə həm də astrologiya və numerologiyanın qarşılıqlı, belə deyim, gedişatından, hansı daha tez kömək edə bilər, hansında... Əlbəttə ki, numerologiya. Daha tez numerologiya, amma effektini, yəni astrologiyada effekt elə əslində ikisi də. Siz astrologiyanı da qəşəng bilirsiniz. Sadəcə astrologiyada biraz müddət lazımdır, sonra o bir müddətdən müddətə işləyir. Astrologiya sadəcə çox tapşırıq verir adama, dözə bilmirlər. Numerologiyada qısa yolu göstərir. Numerologiya qısa yol göstərir, həm də numerologiya bircə dəfə analiz olunur. Bir insana ömrüsündə bircə dəfə analiz olunur. Mən bunu həmişə deyirəm. Dəyişmir. Yəni planetlərə görə deyil, bir şeyə görə. Sənin tam öz koduna görə. Vəssalam, istəyirsən sən uşaq ol, istəyirsən 50 yaşında bir insan ol. Bunu gələn dəfə danışarıq. Olar. Çox sağ olun Kamala xanım, xoş oldu. Hər dəfə sizinlə burada müsahibələrdən sonra şəfalanım. Bir də əzizləyicilər, bəzi ağzı gökəklər, bəzi şey deyir. Mən belə verilişləri təmənnasız edirəm. Bir adam ki, danışığında xalqa xeyir verir, bizim yolumuz budur. Ruzini Allah verir, hardansa gələcək. Birdən görürsünüz, adi elə üzr istəyib yaramaz adamlar var. Deyirsən, daima deyir, şəhidləri çəkirsən. Bir babat qazancı var. Şəhid analarını çəkir. Amma deyir, babat qazancı var. Sən o hər gələndən o siyasi verilişi Allah. Bəzən xahiş edirəm, nə olar, efirim boşdur, gələcək, mən xahiş edirəm. Deyir ki, nə olursa babat pul verir. Ancaq belə düşünənlər var. Düzdür, o səviyyə yemirəm, amma bu veriliş ilk növbədə insanların maariflənməsi üçün, vətənimizin xilası üçündür. Bunu bir dəfəlik anlayın, əgər aranızda anlamayanlar varsa. Bir sözünüz yoxdursa sağ olaşaq. Təşəkkür edirəm. Ondan sonra inşallah davamlı olsun. İnşallah davamlı olsun. Gələn verilişlərdə daha yəni
maraqlı, faydalı, daha açılan, yəni açılası mövzuları açaq. Bu mövzu tükənmir maşallah. Sizlərdəki mövzular çoxdur. Sağ olun dəyərli dostlar. Sağ olun, var olun. Elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Salamat qalın.